Salam, hər vaxtınız xeyir. Efirdə Azadlıq Radiosunun gündəlik verilişi Azadlıq Live-dır. Bu verilişi həftə içi hər gün axşam saat 10-da canlı Hotbird Pekində RTV kanalında izləyə bilərsiniz. 12226 MHz tezliyi 27500 sürətində Azadlıq Radiosunun verilişlərini, reportajlarını, canlı yayımlarını, həmçinin həftənin 7 günü, günün 24 saatı Azadlıq Radiosu.az saytında və YouTube kanalında izləyə bilərsiniz. Həmçinin forumda da müzakirələrə qoşula bilərsiniz. Qarşıdakı yarım saat ərzində ölkədə və dünyada baş verən günün əsas xəbərlərini çatdıracağıq. Bugün nələrdən danışırıq? Angela Merkel Moskvada çıxışında Krımın Rusiya birləşdirilməsini kriminal adlandırıb, tərcüməçi isə başqa cür tərcümə edib. Nepal yenidən silkələnib. Bu dəfə ölü sayı 40-dır. Jurnalist həmkarlarından araşdırma yazılar gözləyirəm deyib. Həbsdəki araşdırmaçı jurnalist Xədicə İsmail məhkəmədə çıxışında həmkarlarına səslənib. İndi isə daha ətraflı Himalay ölkəsində Nepalda yenidən zəlzələ olub. Zəlzələ tələfatsız ötüşməyib. Mayın 12-də Nepalda baş verən yeni zəlzələdə 50-yə yaxın adam ölüb. Rəsmilər bundan başqa mindən çox adamın yaralandığını deyirlər. ABŞ Geoloji Xidmətinin məlumatına görə bu dəfə yeraltı təkanların gücü 7,4 bal olub. Paytaxt Katmanduda təşvişə düşən insanlar küçələrə axışıb. Həmçinin qonşu Hindistanda azı 4, Tibetdə isə bir nəfərin öldüyü xəbər verilir. Zəlzələnin mərkəzi Çin sərhədinin yaxınlığında, paytaxt Katmandu ilə Everest dağının arasında qeydə alınıb. Bundan əvvəl də aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ olmuşdu. 8 mindən çox adam ölmüş, 17 mindən çox adamsa yaralanmışdı. ABŞ dövlət katibi John Kerry Rusiyadadır. O, Soçidə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla danışıqlar aparır. John Kerry'nin Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyi gözlənir. Tərəflər Ukraynanın şərqində atəşkəsə əməl edilməsi, Suriya müharibəsi və yaxın şərqdəki münaqişələri müzakirə eləyəcək. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ dövlət katibi John Kerry ilə Soçidəki görüşə Ağ Pobeda maşınında gəlib. Agentliklər xəbər verirlər ki, Kerry bu qədim maşına heyranlıqla baxırmış. Pobeda maşınları SSR-də 1958-ci ilə kimi buraxılıb. Kerry NATO ölkələri Xarici İşlər nazirlərinin görüşünə qatılmaq üçün Soçidən Türkiyəyə yollanacaq. Oradansa ABŞ prezidenti Barack Obama və Ərəb ölkələri liderlərinin samitində iştirak etmək üçün Vaşinqtona dönəcək. Prezident Barack Obama'nın Camp David iqamətgahında ərəb liderləri ilə görüşü mayın 13 və 14-də olacaq, ancaq İranın Körfəz regionunda hərbi iştiraki sarıdan narahatlıq bu görüşə artıq öz təsirini göstərib. Obamanın görüşdə məqsədi Körfəz Əməkdaşlıq Şurası liderlərini əmin eləməkdir ki, İranla danışıqları aparılan nüvə sazişi regionda sabitliyi və təhlükəsizliyi gücləndirəcək. Ancaq Körfəz liderlərinin çoxu sazişə bədbin yanaşır. Narahatdırlar ki, Birləşmiş Ştatlar İranın Suriya, Livan və Yəməndə hərbi iştirakını üstələmək niyyətində deyil. Görüşlə bağlı boykot söhbəti olmasa da 6 Körfəz liderindən yalnız ikisi Camp David görüşünə getməyə razılıq verib. Bu iqamətgahdan istifadə ABŞ administrasiyası tərəfindən böyük diplomatik jest sayılır və nadir hallarda istifadə edilir. Qərb dövlətləri rəsmilərinin diplomatik görüşmələri davam edir. Bakıda isə gündəm məhkəmələrindir. Jurnalist həmkarlarından araşdırma yazılar gözləyirəm. Yaxşı araşdırma yazıları oxumaq istəyirəm. Həbsdəki araşdırmaçı jurnalist Xədicə İsmail məhkəmədəki çıxışında həmkarlarına səslənib. Məhkəmə mayın 12-sində keçirilir. Bugün həm də Bakı Apellyasiya Məhkəməsi Rauf Mirqədrovun şikayətinə baxıb, məhkəmə onun daha 4 ay həbsdə qalması ilə bağlı qərarı qüvvədə saxlayıb. Bu iş üzrə prosessual rəhbərliyi həyata keçirən ibtidai araşdırmaya Rüstəm Usubovdur. Amma o bu proseslərin heç birində iştirak eləmir. Onun əvəzinə səlahiyyəti olmayan, həmin idarənin səlahiyyəti olmayan prokuror gəlir. Nə dedi, fikri nə oldu? Nə deyəcək? Dedilər ki, Nəsim Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanır. Rauf Mirqədrov iştirak edirdi. Nə dedi, onun fikri nə oldu? Rauf Mirqədrov əlbəttə ki, əsassız olaraq həbs olunduğunu və həbsdən çoxdan buraxılmalı olduğunu bildirdi. Bilirsiniz, indi
Bu iş üzrə başqaları da cəlb olunub. Yəni cəmi 3 nəfər təqsirləndirən şəxs cəlb olunub. Və indi istintaq orqanı kimi dindirir, dindirmir, bizim məlumatımız yoxdur. Yəni onlar bizə hesabat vermirlər. Yəni qanunla indiki mərhələdə hesabat da verməlidirlər. Amma qanunla onlar əsassız olaraq vətəndaşı həbsdə də saxlamalıdırlar. Yəni azadlığa buraxsınlar, nə qədər istəyirlər istintaq hərəkətləri aparsınlar, davam edəcəklər. Radmir Qədirovun cəmiyyətə, ictimaiyyətə, vəkili vasitəsində söz oldu mu? Məhkəmə vasitəsində. Radmir Qədirov həmişə olduğu kimidir ki, o təqsirsizdir, tamamilə təqsirsizdir, onları da həbsdə saxlanılır. Və mən bir dəfə onun bu fikrini çatdırmışdım ki, o öz həbsini Rusiya xüsusi xidmətlərinin, xidmət orqanlarının fəaliyyətindən bağlamışdır. Bir də sahada saxlanılır. Milli Təhlükəsizlik Nazirliyi İstintaq Təşkilatı. Saxlanma şəraitindən, səhhəti ilə bağlı hər hansı saxlanma şəraitilə yəni narazılığı yoxdur. Səhhətində müəyyən problemlər var. Yəni qan təzyiqi yüksəkdir. Yəni Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təşkilatında tibbi yardım da kifayət qədər yüksək səviyyədə. Müsavat Partiyası daxilində çəkişmələr var. Bir müddət öncə bir neçə üzv partiyadan kənarlaşdırılıb. Partiyada nələr baş verir? Reportajdan izləyək. Bir qrup müsavatçı partiyadan kənarlaşdırılıb. Bu qərar mayın 11-də keçirilən partiyanın divanından sonra qəbul edilib. Səbəbsə mayın 6-sında partiya qərargahı qarşısında keçirilən piketdir. Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyub belə deyir. Bir qrup partiya üzvü öz narazılığını dilə gətirmək üçün Müsavat Partiyasının qərargahına gedib. Qərargahda zalın qapılarının bağlı olduğunu görüb, məcbur olublar, çöldə bir etiraz aksiyası keçiriblər. Müsavat Partiyasının rəhbərliyinin bu insanlara qarşı növbəti partiyadan çıxarma əməliyyatı məhz bu etiraz tədbirindən sonra başlayıb. Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər sosial şəbəkədə piketlə bağlı öz fikirlərini bölüşüb. Rejim eyni gündə, eyni saatlarda Müsavata qarşı 2 addım atdı. Bir tərəfdən fədakar və mübariz müsavatçı gənc Fərəz Kərimova siyasi sifarişlə 6 il yarım cəza kəsdi. Digər tərəfdən aylardır davam edən məhkəməyə vaxt tapmayan, amma özlərini müsavatçı adlandıran bir qrupun partiya qarşısında piketini təşkil etdi. Narazılıqlar ötən il Müsavat Partiyasının 8-ci qurultayında Arif Hacılının sədr seçilməsindən sonra başlamışdı. Başqanlığa namizədlərdən olan Qubad İbadoğlu qurultaydan bir neçə gün sonra başqan seçimlərinin ədalətli olmadığını iddia eləmişdi. Qeyd eləmək istəyirəm ki, Müsavat Partiyasında başqanlığa seçkilərdə ədalət prinsipi pozulubdur. Seçki günü nöqsanlar var. Seçki günü mən təbii ki, bu nöqsanların və qüsurların araşdırılmasının tərəfindəyəm. Hesab edirəm ki, bu hər bir namizədin bir hüququdur. Müsavatın yeni başqanı Arif Hacılı isə bildirirdi ki, partiyadan heç kəsin ayrılmasını istəmir. Mən Müsavat Partiyasının hər bir üzvünü partiya üçün lazımlı hesab edirəm, vacib hesab edirəm və bir nəfərin də olsa Müsavat Partiyasını tərk etməsini istəmirəm. Arif Hacılı istəmədiyini desə də partiyadan ayrılanlar ondan narazılığını dilə gətirir. Şamil Beydullah Müsavat Partiyasının gənc üzvlərindəndir. O bildirir ki, narazılıqlar qurultayda səs vermədən sonra daha da genişlənib. Əvvəllər çox güclü vəziyyətdə olub, Tural Abbasının evində çox güclü vəziyyətdə oldu. Daha sonra isə müəyyən istiqamətdə addımlar atıldı, biraz güclənməyə çalışıldı. Amma indi bir dəqiqə Müsavat rəhbərinə dişli gənclər təşkilatı lazım deyil. Dişsiz, zəif olsun, ancaq mənim dediyimi etsin, belə gənclər təşkilatı lazımdır ki. Müsavat Partiyasının Gənclər Təşkilatının keçmiş sədri Tural Abbaslı da partiyada baş verənlərə öz münasibətini bildirib. O divanın qərarını təqdir etdiyini deyib. Əminəm ki, Məhəmməd Əmin Rəsulzadə sağ olsaydı, bu təfəkkürlə onu da partiyadan çıxarardılar. Partiyadan çıxarılanlarla bağlı Səxavət Soltanlı deyir ki, partiyadan çıxarılanlar pozuntuya yol veriblər. Keçirilən aksiyanınsa məqsədi başqa olub. Həmin üzvlər partiyanın siyasi xəttinə qarşı fəaliyyət göstəriblər və nizamnamənin tələblərini dəfələrlə pozublar. Heç bir xəbərdarlığa məhəl qoymayıblar. Onlar özləri də bilirdilər ki, pozuntulara yol veriblər. Aksiyanı da keçirməkdə məqsədlərindən biri o olub ki, sonradan partiyadan çıxarılmalarını bununla əlaqələndirsinlər. Azərbaycana müstəqilliyi biz gətirmişik, demokratiyanı da biz gətirəcəyik
Azərbaycanda istiqlalı bərqərar etdiyimiz kimi demokratiyanı da biz bərqərar edəcəyik və bu yolda bütün müsavatçılara mən uğurlar arzulayıram. Məmməd Əmin Rəsulzadənin irsi sayılan Müsavat Partiyası hələ ki daxili çəkişmələrə şahidlik edir. Azərbaycanda iqtidar və müxalifət partiyaları arasında növbəti görüş olacaq, artıq tarix də bəllidir. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə APaya açıqlamasında bildirib ki, görüş mayın 15-də keçiriləcək. O deyib ki, siyasi partiya rəhbərləri görüşlə bağlı təkliflərlə çıxış eləyəcəklər. İndiyədək 2 belə görüş keçirilib və son toplantıda görüşlərin davamlı olması barədə qərar qəbul edilib. Bu görüşlərdə adətən ölkədəki iqtisadi və ictimai-siyasi durum, habelə mövcud problemlər müzakirə olunur. Bu görüşdə hansı partiyaların qatılacağı isə hələlik açıqlanmayıb, adətən müxalifətin güclü təşkilatları hesab olunan AXCP və Müsavat bu görüşlərdə iştirak etmir. Həftə boyu baş verən olaylara hər həftənin cümə günü axşam saat 9-da Türksat Pekində 11509 MHz tezliyində Kanal 24 və Can Erzincan TV kanalında yayımlanan xəbər ətər verilişində nəzər sala bilərsiniz. Fransa prezidenti Kubadadır. Fransa olan son 100 ildə Kubaya səyahət edən ilk Fransa prezidentidir. Fransa prezidenti François Hollande mayın 11-dən Kubadadır. O, Kubaya səfəri zamanı prezident Raul Castro və onun böyük qardaşı, keçmiş prezident Fidel Castro ilə görüşüb. François Hollande 1960-cı ildə ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları aradan qaldırmağa çağırıb. O, belə bir bəyanatla mayın 11-də Havanada çıxış edib. Hollande bildirib ki, bu sanksiyalar Kubanın inkişafına böyük ziyan vurub və aradan qaldırılmalıdır. ABŞ-la Kuba ötən ilin sonunda münasibətləri normallaşdırmaq qərarına gəliblər. Fransa Hollandın həmçinin səfər zamanı yerli universitetdə çıxışı olub. O həmçinin səfər zamanı siyasi məhbusların azad olunmasında böyük rolu olan Havana kardinalı Ortega U Alamino ilə görüşüb, onu Fransanın fəxri Legion ordeni ilə təltif edib. Almaniyanın kansleri bir söz deyir, tərcüməçi isə bilərəkdən və ya bilməyərəkdən onu tərcümə etmir. Völkerrechtswidrige Annexion der Krim und die militärischen Auseinandersetzungen in der Ostukraine. Mayın 10-da Moskvada mətbuat konferansında çıxış eləyən Almaniya kansleri Angela Merkel Krımın anneksiyasını kriminal və beynəlxalq qanunların pozulması adlandırıb. Ancaq Rus tərcüməçi kriminal sözünü tərcümə eləməyib, yalnız beynəlxalq qanunların pozulmasını tərcümə eləyib. Tərcüməçi bilərəkdən bunu tərcümə etməyib, yoxsa sözü buraxıb, bilinmir. Ancaq Kremlin veb saytında bu kriminal sözü yoxdur. Merkelin ofisi isə Alman hökumətinin saytında kanslerin çıxışını verib, orada kriminal sözü var. İndi izləyəcəyiniz görüntülər isə Gürcüstan-Azərbaycan sərhədində Sınıq Körpü sərhəd gömrük keçid məntəqəsində çəkilib, məntəqədə adam sıxlığı müşahidə olunur. Azadlıq Radiosunun Facebook səhifəsinə video göndərən oxuculardan biri deyir ki, keçid məntəqəsini 2 saata keçə bilib. Videonu göndərən şəxs bildirir ki, nəzarətçilərdən birinin ləng işləməsi və yolcularına kobud davranması narazılığa səbəb olub, məntəqədə dava düşüb. Gördüyün maraqlı hadisəni çək, bizə göndər. Çəkdiyiniz maraqlı video fotoları Azadlıq Radiosunun Facebook səhifəsinə göndərə bilərsiniz. Həmçinin WhatsApp nömrəmiz də qulluğunuzdadır. Çəkdiklərinizi, fikirlərinizi 00420 778 711 700 nömrəsinə göndərə bilərsiniz. Kreditlər nəyə götürülür?
Elşad Məmmədov adlı Bakı sakini yaxın qohumlarından birinin toyundan danışır. Deyir ki, toyda bəyi girov saxlayıblar. Mənim özümün də iştirak etdiyi bir toyda olub ki, toydan sonra bəyi saxlayıblar. Çünki o pulu ödeyə bilmirdi. Restoranın haqqını ödeyə bilmirdi. Belə bir çox pis bir vəziyyət yaranmışdı. Yəni hamımız toyda bu məsələdən xəbərdar olun. Hər bir şəxs məyus idi ki, niyə bu vəziyyət yaranıb. Toyda iştirak edənlərin də elə bir böyük imkanı yox idi ki, ona kömək eləsinlər. Sonradan mən gedib pul götürüb restoranın pulunu ödəyəndən sonra bəyi belə deyək də girovluqdan azad eləmişdilər. Tırnaq arası girovluqdan. Bu məqsədlə də götürürlər də kredit pul. Bəli, bəli. Məsələni daha ətraflı Azadlıq Live-da dinləyə bilərsiniz. Bir həftədən sonra Avstriyanın paytaxtı Viyanada Eurovision 2015 müsabiqəsi başlayır. Bu il Azərbaycanı Hour of the Wolf mahnısı ilə Elnur Hüseynov təmsil eləyəcək. Bəstəkar Gövhər Həsənzadə deyir ki, Elnur Hüseynov 8 il əvvəlkindən daha peşəkardır və daha təcrübəlidir. Elnurun bugün Eurovisionada ifa etdiyi tərz və mahnını yenə nəzərə alaq. Bu nəzər salaq da, bu nə dərəcədə Azərbaycanda kommersiya bir ifa, kommersiya xarakterli və bu günləri bazara çıxarılası bir musiqidir. Yenə də bu Avropaya daha yaxındır, düzdürmü? Ona görə də bu illər ərzində də Elnur yenə həmin tərzdə ifa edib, həmin musiqini öyrənib, həmin musiqini ifa edib. Ona da nə dərəcədə tələbat olubsa, o qədər də yəni o qədər də təqdim olunub Elnur. Elnur sabahları mahnını gətirib Azərbaycanda bilirsiniz ki, ən əsası efirlərə də çıxan məclis musiqisi daha çoxdur. Yəni bunu da Elnurun o ifası yenə də burada kommersiyik bir müstəviyə çıxmayacaq. Gövhər Həsənzadə ilə ətraflı müsahibəni bugün Azadlıq Live-da dinləyə bilərsiniz və Azadlıq Radiosunun saytında da oxuya bilərsiniz. Almaniyada sığınacaq istəyənlərin sayı artır. Ötən il ərzində ölkədə sığınacaq axtaranların sayı artdığı üçün Almaniya cümə günü qaçqınlarla bağlı sammit keçirib. 2015-ci ildə Aralıq dənizi vasitəsilə Afrikadan Avropaya 30 min mühacirin keçdiyi təxmin edilir. Onların əksəriyyəti isə yaxşı iş və sosial təminat proqramları tapmaq ümidi ilə şimala yol tuturlar. Amerikanın Səsi Radiosunun hazırladığı reportajı təqdim edirik. Bu, Veronadan Münhenə gedən qatardır. İlk mühacirlər qatara dağlıq İtaliya-Avstriya sərhədində Brennerdə mindilər. Onlar təşvişə yerlərinə oturub gözləməyə başladılar. İlk polis zabitləri isə Almaniyada, Rosenheimdə mindilər və 70-dən çox mühaciri həbs etdilər. Avropanın Dublin qaydalarına əsasən mühacirlər ilk gəldikləri ölkədə sığınacağa müraciət etməlidirlər. Ona görə də əksər zamanlarda mühacirlər gedəcəkləri son yerə gəlməyənədək kimliklərini açıqlamırlar, nə də barmaq izlərini vermirlər. Şimali Afrikadan başlayan, Aralıq dənizi və İtaliyadan keçən bu yol adətən burada, Almaniyanın cənubunda yerləşən Münhendə bitir. Çox az sayda mühacir Cənubi Avropada qalmaq istəyir deyə Münhen Qaçqınlar Şurasından Rebecca Killian Mason bildirir. Yunanıstanda olduğu kimi orada problem çoxdur. Ona görə də bu anda heç kəs Yunanistana geri göndərilmir. Çünki orada vəziyyət bərbaddır. Dublin qanununa görə bəziləri İtaliyaya geri göndərilir. Bu isə problematikdir. Çünki bu insanların çoxu evsizdir və sosial yardım almır. Amma Almaniyada onlar bu yardımı alırlar. 2014-cü ildə Almaniyada 173 min insan sığınacağa müraciət edib. 2015-ci ildə isə bu rəqəm 2 dəfə artıb. Onlardan biri Sierra Leone James'dir. O indi Münhendə qaçqın düşərgəsində yaşayır. Amma Avropaya ilk qanunsuz şəkildə Şimali Afrikada yerləşən İspaniyanın Melilla anklavında ayaq basıb. O ümid edir ki, Almaniya rəsmiləri onun sığınacaq üçün müraciətini qəbul edəcəklər. Onların məni İspaniyaya geri göndərmək ehtimalı məni narahat edir. Mən sadəcə bunun haqqında düşünmək istəmirəm. Mən sizə bunu deyə bilərəm ki, burada Almaniyada olmağım həyatımı riskə atmağa dəyər. Fransiska Fassbinder Münhen Qaçqınları Hüquq Klinikası vasitəsilə James kimi insanlara pulsuz hüquqi məsləhət verir. O deyir ki, böyük miqdarda sığınacaq müraciəti rəsmilərin işlərini artırır. Ona görə də seçilənlərin çox kiçik hissəsi ayaq basdıqları ilk Avropa ölkəsinə geri göndərilir. Bunun səbəbi odur ki, qanuna görə biz mühacirləri 6 ay ərzində geri göndərə bilərik. Ona görə də qaçqınlar Almaniyaya gələndə çox və biz onlara gözləməklərini məsləhət edirik. Sığınacaq üçün müraciət edənlərin çoxunun ərizələri rədd edilir. Çünki rəsmilər inanır ki, onlar iqtisadi çətinliklərə görə qaçırlar, müharibədən deyil.
Fassbender isə bunu müəyyən etməyin çətin olduğunu deyir. Mən isə onlardan bunu soruşmaq istərdim ki, əgər mən çörək ala bilmirəmsə, bu da iqtisadi çətinlikdir. Almaniya kimi zəngin Avropa dövlətləri sosial yardım proqramları ilə məşğuldurlar. Amma müharibədən və yoxsulluqdan qaçan çox sayda mühacir axını qitədəki hökumətlərin və insanların iradəsini sınağa çəkir. Vaşinqtondan Nəzir Göysadə, Amerikanın səsi. Azadlıq Radiosunun radio verilişlərini internetdə, mobil telefonda və Türksat Bekində Azadlıq VOA Azerik kanalında dinləmək mümkündür. Bugün Beynəlxalq Tibb Bacıları günüdür. Sizcə tibb bacıları nə qədər yaxşı maaş alsa xəstəyə daha yaxşı qulluq edə bilər? Sorğudan görəcəksiniz. Əlbəttə artsa yaxşı olar da, nə ziyanı var ki? Nə qədər pul çox olsa o qədər yaxşıdır. Pul kimə lazımdır, kəmiyə lazımdır. Maaşların qalxsalar yaxşı olar. Çünki əziyyət çəkirlər. Xəstələr çoxdur. Onlardan başqa da baxanımız yoxdur. Dəyər vermək lazımdır. Maaşında həvəsləndirmək lazımdır. Əlbəttə yüksək olsun, çünki əmək haqqları çox azdır. Biz necədir qardaş? Ümumiyyətlə Azərbaycan tək tibb bazarı ümumiyyətlə müəllimləri də götürəndə əmək haqqı 100-150 manat əmək haqqı ilə şəxsən mən özüm götürülməsin müəllim olsam tam dərs keçmərəm də. Baxın, %99% müəllim, yəni ki, mənə kimi fikirləşir, 1% müəllim ki, yəni aldı, bunun dəyərini verir. Yəni tibb bazarında ümumiyyətlə həkimlər, tibb bazarı, dövlət məmurlarının əmək haqqlarını daha yüksək eləsələr, məsələn, minimum 300-400 manat arası eləsələr, məncə iş daha yaxşı anlar. Yəni ki, işçi qabiliyyəti elə verdiyi pulu sonra tələb eləyə bilərlər. İndi əmək haqqı az verirlər, çox şey tələb eləyirlər. O da heç kim özünə götürəcək, tələbi qarşılaya bilmir. Əmək haqqı çox olsa, tələbat da çox olar, yəni səviyyə də çox olar. Əmək haqqları yaxşı olsa, xidmətlər doğrudan da çox dəyişər. Amma ki, məsələn, tibb bacıları çox belə məsuliyyətli. Mənim rast gəldiyim tibb bacıları çox yaxşı işləyirlər, çox məsuliyyətli. Ona görə maaşlar artıq olsa, конечно, yaxşı olar. Tibb universitetə girməyənlər də tibb bacısı olanlar, başqa da üçün. Sağ olsun. Düşünürəm ki, bugün tibb bacılarının əmək haqqları çox aşağı səviyyədədir. Bunu hər kəsin bildiyi bir şeydir. Eyni zamanda onların göstərdiyi xidmət də istər-istəməz aşağı səviyyədə olacaqdır. Yəni, bu bir-birinə bağlı məsələdir. Ona görə də yaxşı olar ki, tibb bacılarının müavinəti indikindən 3 dəfə artıq olsa, daha yaxşı olar. İstər-istənməz onların da həyatında bir dönüş yaranar maddi cəhətdən. O cümlədən də onlar da xəstəyə göstərdikləri xidmət də elə ən azından 3 dəfə artıq üstün olur. Mən bezə başa düşürəm. Bilirsən, Hipokrat anında öz yerində. Bu olmalıdır, var da. İndi ora kim nə cür əməl edir, bu başqa məsələdir. Amma belə deyək də, belə lor elə desək, acı qarnına da o alınmır bu mənada. Bunu yəni, sizin də bildiyiniz, bunun da bildiyim bir məsələdir. Bugün elə təhsil avtobusdan istifadə eləmək, metrodan istifadə eləmək, o tibb bacısının əyninə başına geydiyi, deyək ki, ay ərzində hesablayanda onun aldığı müavinətdən, əmək haqqından qat-qat üstündür. Yəni bu mənada onlar heç cür o anda əməl elə bilməzlər. Bunu nə qədər etiraf eləsələr də, hə bu belədir, biz eləyirik, bilmişəm. İşləyirlər də, yaxşı işləyirlər. Çalışırlar, çalışmasalar, fışt. Hə. Yaxşı səviyyədə işləyirlər, amma maaşlara daha minimal məbləğdə 300-400 arası olsa daha yaxşı qulluq edərlər. Amma halbuki indi ona görə elə çox da şeyə baxmırlar. Amma daha yaxşı olar ki, yaxşı olsunlar və xəstələrimizə, pasientlərimizə yaxşı qulluq edəsinlər. Yenə də təbrik edirəm onları da. Tibbdən söz düşmüşkən, C. difficile dünyada xəstəliyə səbəb olan bakteriya hesab olunur. Bəzən ölümə səbəb olan bakteriya zəiflədici xəstəliklə də nəticələnir. Xəstə sağalsa belə bakteriya geri qayıda bilər. Amerikanın Səsi radiosunun reportajını izləyək. Clostridium difficile həmçinin C. difficile ağır bağırsaq infeksiyasına səbəb ola bilər. Mənə elə gəlirdi ki, bağırsaqlarım çıxarılır. Carol O'Riordan-da ağrı mədə spazmaları, qızdırma və sulu ihsal simptomları müşahidə edilmişdi, deyə Dr. Stuart Johnson izah edir. C. difficile bakteriyası bağırsağın sonuna qədər gedə, çoxala, toksinlər buraxılmasına səbəb ola bilər. Biz buna C. difficile deyirik.
Xəstəxana və qocalar evində yaşlıların C. diffus ilə yoluxma ehtimalı yüksəkdir. Ancaq tədqiqatlar göstərir ki, bu getdikcə gəncləri hətta xəstəxanaya düşməmiş sağlam insanlar arasında da yayılır. Antibiotik qəbul etmək isə C. yoluxma riskini daha da artırır. Ancaq indi heç vaxt antibiotik qəbul etməyən insanlar da buna yoluxur. Daha ağır, müalicəsi çətin olan C. diffusil infeksiyasına tez-tez rast gəlinir. Bəzi insanlarda simptomları müşahidə edilmədən başqalarına keçə bilər. Bakteriya insandan insana yayıla bilir. Əgər bakteriya kiminsə əlindədirsə, başqası onun toxunduğu yerə toxunsa, oradan yoluxa bilər. C. diffusilə yoluxanların 30%-i yenidən yoluxanlardır. C. diffusilin bəzi formalarının heç bir simptomu olmur. Dr. Dale Gerding və digər araşdırmaçılar qərara gəlib ki, həmin bu formalardan birini xəstə sağaldıqdan sonra müəyyən etsinlər və beləliklə yenidən yoluxmanın səviyyəsini azaltsınlar. Əgər bu forma sənin bağırsağında yarana bilərsə, bu toksin formasını saxlayacaq. Hətta o bəzi toksinli formaları bədəndən çıxmağa məcbur edəcək. Alimə C. diffusilə yoluxmuş xəstələrə müxtəlif ölçülərdə bakteriyanın toksik olmayan formasını verirlər. Araşdırmaçılar qruplardan birində yenidən yoluxma səviyyəsini 11%-ə, digər qrupda isə 5%-ə endirə biliblər. Bu ilk dəfədir ki, biz xəstəliyə səbəb olan bəzi bakteriyalardan xəstəliyin qarşısını almaq üçün istifadə etmişik. Tədqiqatla geniş şəkildə Amerika Tibb Assosiasiyası jurnalında tanış olmaq olar. Vaşinqtondan Anar Fərəcov, Amerikanın səsi. New Yorkda keçirilən incəsənət auksionunda 20-ci əsrin 2 şah əsəri dünya rekordu vuraraq ən yüksək qiymətə satılıb, kollektorlar bunu əsrin satışı adlandırırlar. Pablo Picasso'nun Əlcəzairli qadınlar əsəri Kristis həracına 179 milyon dollara satılıb. Bu, bir rəssam əsəri üçün indiyə qədər ödənilən ən yüksək məbləğdir. İspaniyalı fırça ustasının bu əsəri 1954 və 55-ci illərdə çəkilən rəssamlıq əsərlərinin bir hissəsidir. Telefon vasitəsilə həraca qoşulub rəsmi alan şəxsin adı açıqlanmayıb. Digər bir alıcı isə İsveçrə heykəltaraşı və rəssamı Alberto Giacometti'nin işarə edən Kişi adlı əsəri 141 milyon dollara satılıb. Bu da heykəltaraşlıq nümunəsi üçün verilmiş rekord məbləğdir. Bazar ertəsi keçirilən auksiyona 34 nadir incəsənət əsəri ümumilikdə 706 milyon dollara satılıb. Ekspertlər özəl investorların müasir incəsənətə və impressionizmə marağının artdığını qeyd edirlər. Bugünə çatdıracaqlarımız bu qədər. Azadlıq Radiosu.az saytında hər gün yenilənən xəbərlərlə tanış ola bilərsiniz. Saytımıza mobil telefonla da baxmaq olar. Bundan başqa bizi Facebook və Twitter'da da izləmək mümkündür. YouTube portalında isə videolarımıza baxa bilərsiniz. Sadəcə Azadlıq Radiosu yazmaqla bizim bütün sosial şəbəkələrdəki səhifələrimizə girə bilərsiniz. Sizin də çəkdikləriniz, bizə çatdırmaq istədikləriniz varsa, Azadlıq Radiosunu simsiz teleqraf bölümünə yollayın. Sağ olun, azadlıqda qalın.